Aha, girən yenə bizə girdi. Xəbəriniz var? O deputat Elşad Musayev təklif edib ki, gəlin hər bir maşının yiyəsindən 10 manat vergi tutaq. İnanmırsınız? Eşidin. Eşidin, görün. Bu acgözlər, bu oğrular, bu başıboşlar Azərbaycan xalqını necə talan edir? Necə bizim cibimizə girir və bizim pullar hesabına büdcəni doldurur. Millət vəkili Elşad Musayev komitə iclasında bununla bağlı təklif irəli sürüb. O, hər avtomobilə görə müəyyən məbləğin yığılması ilə büdcənin formalaşdırılmasının mümkün olduğunu dilə gətirib. Misal üçün, bir bələdiyyədə 30 min avtomobil var ərazisində, biləcəyinin. Buna imkan verək biz, bu qanun vericisi dəyişirək. Hər avtomobildən ilə 10 manat əmlak vergisi götürsün. Bu edir 300 min manat. Mən taksi şoförü. 10 manat tapanda sevinirəm ki, mən törəyə aparacağım evə. Damat avtomobilinə zordan bağırır, vergiyi hardan ödəsin? Zaten ödəyirik, təqsimat eləyirik, bursun eləyirik. Eşitdinizmi? Hər bir maşından 10 manat pul tutulacaq. Əcəb işə düşmüşük. Mən həmişə demişəm ki, bu Milli Məclisdə millətin vəkilləri yox, millətin düşmənləri oturub.